fərdi yaşayış evləri inşa olunanda məlumatlandırma icraatının tətbiqi həyata keçirilir. Deyək ki, vətəndaş orada 100 kvadrat məlumatlandırma icraatının tətbiqini həyata keçiribdir. Tikinti zamanı edir 120 kvadrat. Hansısa bir formada rayon icra hakimiyyətinin nəzərindən qaçmağı bacarıbdır, müvafiq orqanların nəzərindən qaçmağı bacarıbdır. O mövcud vəziyyətdə öz layihəsini çəkməklə gedib öz fərdi yaşayış evinə çıxarış almaq hüququ var. Gedib ala bilir. Çünki torpaq sahəsi ilkin müəyyən edici sənədi var. Və belə olan halda da vahid portal olmalıdır. Orada həm əmlak komitəsi baxmalıdır, məlumatlandırma icraatının tətbiqi hansı layihə əsasında olubdur və bitişi hansı layihə əsasında olubdur. Bizdə sadəcə təcrübədə belədir. Vətəndaş əslən xidmətə yaxınlaşır, mövcud layihəsini 120 kvadratdan verir, halbuki təsdiqi 100 kvadratdır. Poçtla bir məktub göndərir icra hakimiyyətinə, icra hakimiyyətləri də sağ olsun, özəlləşmədə humanist yanaşma edir. Hamısına bir məktub göndərir ki, bəli, sizin işinizin başa çatmasını biz qəbul elədik. Müəyyən eləmir bu hansını təsdiq eləmişdi, hansını bitiribdi. Onunla bağlı texniki detallar yoxdur çünki. Bəli, formal istəyir orada 150 kvadrat tiksin, istəyir 200 kvadrat və bu da yekunda dediyim kimi prosessual hissənin olmaması nəticədə gətirir, belə deyim, bəzi işbazların 100 kvadrat layihələndirək, 150 kvadrat tikək, 200 tikək, 1 mərtəbə layihələndirək, 3 mərtəbə tikək, bu tipli problemlərə gətirib çıxardır.